Mən Mehdiyeva Günel Fəxrət qızı Zərdəf rayonunun Məllumutlu kəndində yaşayıram. Mənim şikayətim də bundan ibarətdir ki, Zərdəf rayonunun polislərindən 5 dənə polis gəldi bizə irəlidən də yoldaşımın heyvanın, yəni 3 nəfər idi ailədə. 2 dənə quzunu mənim uşağımla alverçi gəlib çöldə satıb. Yoldaşımdan da xəbərsiz olduğuna yoldaşım o quzuları qaytardırdı qapıya. Alverçiyə də dedi ki, qardaş, mənim uşağımdan almısan, ucuz almısan, həm də məndən xərbət almısan. Mən uzaqdayam, gəlim, heyvan satasıyam, o heyvanları da sənə satacağım. O borcu da öz aramızda raşot eləyəcəm. Buna baxmayaraq, bu oğlan, bu heyvanı alan gedib polisə müraciət eləyib ki, mənim pulumu qaytarmırlar. Polislər də gəlib. Gəldilər qapıya, 5 dənə polis idi. Dedi ki, mənim uşağım, oğluma, Səidə. Dedi, gəl, şöbəyə getməliyik. Mən də ustan işlədirəm, yoldaşımdan ustan işlədirik qapıda. Dedim, müəllim, olar, uşaq üstü başı toz torpaqdır, sabah geçsin. Razılaşmadı məndən polis. Dedi, yox, girsin, dedim, baş üstə. Uşaq girdi, geyinməyə, uşaq elə içəridə tozlu şalvar çıxardıb, o bir şalvarı geyinməkdə polisin biri söyüş söydü. Söyüş söydü, Sarı istedi ki, mənim yoldaşım, az Günel, bunları çək. Bunu niyə görə bu söyüş söyür mənim qapımda? Uşaqdır, gəlib aparsın da, mən niyə söyüş söyür? Mən istedim ki, bunları çəkəm. Çəkiliş belə, telefonu belə əlim alıb, bunları istedim çəkəm. Bunlar cumdu mənə. Məni yıxdı ayağının altına. Çıxdı, oturdu, bax, belimə, burama. Nə qədər döyüblərsə, bu boynum, boğazım, başıma nə qədər vurublarsa, düz əməlli heç yerişimi də yeriyə bilmirəm. Uşağı da, ikisi də töküldü uşağın üstünə, o Səidin üstünə. Nəyi var uşağı o günə qoydular. Yoldaşımı bu izlə qolum vurub, ayağının altına yıxıb, onu o cürə çıxdılar, döydülər. Mən əlimdəki o çəkilişi də aldılar telefonu, bu cürə eləyəndən sonra uşağı halsız vəziyyətdə döyüb, öldürüb, pis günə qoyandan sonra atıb maşına götürüb apardılar. Sarənzi də, Səidi də. Qaldım mən, mənim də telefonumu da apardılar. Onların da telefonlarını apardılar. Bunlar gedəndən sonra usta dedi ki, bu işlətdiyimiz ustamız. Dedi ki, məndə onların çəkilişi var. Mən onları çəkmişəm, o uşağı necə döydü, səni necə döydü, yoldaşı necə döydü, hamısını çəkmişəm. Baxdım ki, doğrudan da çəkib. Dedim ki, xahiş edirəm, bunda bu telefonunuzu verin mənə, bunu bir subut kimi götürürəm sizdən. Verdi mənə, usta. İndi polislər ona nə tərhədə qorxu gəlibsə, şey deyir ki, telefonu sən niyə vermirsən, telefonu almalısan, sənin başına oynatacaq. Telefonda çəkiliş biliblər var. İndi məni telefon oğrusu eləyiblər ki, güya mən oğruyam. Polislər töküblər 3 gündür biz yataqda olduq, çöldə olduq. Orada biraz heyvan təsərrüfat saxlayırıq. Təsərrüfat da qalıb qəhəldə. Uşaqlara aparıb içəri atıblar. Mən də qoymurlar oraya yaxın düşəm ki, güya telefonu oğurlamsan, telefonu tapıb səndən almalıyıq. Məni əsir yesir eləyiblər. Bəs cənab İlham Əliyev, sizə böyük hörmətimiz var. Bizim dövlət başçımızsınız, sizə qurban olun. Görün ki, polis bizim başımıza nə oyunlar atır. Daxili İşlər Nazirliyi cənab Vilayət Eyvazov, sizdən xahişim budur ki, mənim yoldaşımla oğlum polisdən sərbəst şəkildə buraxılsın. Qəbul elə söz bu ayın axırı gəlib o telefondakı görüntüləri, subutu şəxsən sizə göstərməyə hazıram.